I am doing present continuous unit 3. İndiki davam edici zaman 3-cü dərs. İkinci hissə part 2. B paragrafına baxırıq. Am is a plus ing. Yəni indiki davam edici zaman. Something is happening now. Bir şey indi baş verir. I am working. Mən işləyirəm. She's wearing a hat. O şlyapa geyinir. They are playing football. Onlar futbol oynayırlar. I am not watching TV. Mən televizor izləmirəm. Cümlələrə baxaq. Please be quiet. Zəhmət olmasa sakit qalın. I am working. Mən işləyirəm. Look, there is Sarah. She's wearing a brown hat. Bax, bu Saraydır. O qəhvə rəngdə palto geyinir. She's wearing it now. İndi geyinir. The weather is nice. Hava gözəldir. It's not raining. Yağış yağmır. Where are the children? Uşaqlar hardadır? They are playing in the park. Onlar parkda oynayırlar. On the phone, telefonda. We are having dinner now. Biz indi günorta yeməyi yeyirik. Can I call you later? Mən sənə sonra zəng edə bilərəmmi? You can turn off the television. Sən televizoru söndürə bilərsən. I am not watching it. Mən onu izləmirəm. Spelling. Bəzi fellərin indiki ing şəklisinin əlavə olunması. Məsələn, sonu i hərfi ilə bitəndə i hərfi düşür, ing əlavə olunur. Məsələn, come, coming, write, writing, dance, dancing. Sonu n hərfi ilə, t hərfi ilə, m hərfi ilə bitən fellər olur. Run olur, running, sit, sitting, swim, swimming. Lie fe'li isə biraz fərqli. Lying kimi ing şəkilsi əlavə olunur.